Selamünaleyküm dostlar, hər vaxtınız xeyirli, uğurlu və bərəkətli olsun. Mən bu çəkilişim Toliklə bağlı olacaq. Demək olar, sosial şəbəkələrdə yayırlar, paylaşırlar ki, TikTokda Tolik şərəfsiz, həbsdə olan, zindanda olan qardaşlarımın, əzizlərimizin ailəsini pis şəkildə təhqir edir. Söhbət orada siyasi məhbusdan getmir ha. Orada zindanda olan məhbuslardan gedir. Orada qeyrət üstündə yatan var, namus üstündə yatan var, tribunal aləmdən tutulub yatanlar var. Mən çox şeydə burada ilişəcəmindir. Yəni, çox şeyə mən münasibət bildirəcəm. Mən buradan əvvəla Tolikə demək istəyirəm ki, Tolik qeyd edir ki, İlham Əliyev əvəz edən bir şəxs var. Ay, şərəfsiz Tolik. İlham Əliyevi ciblərinə qoyub gezdirərlər. Azərbaycanda o da savadlı oğlanlar var ki, sizin cəsarətiniz, qeyrətiniz çatmır. Atlarını dilə getirirsiniz. Şərəfsizin belindən əmələ gələn. Sənin onda qeyrətin çatmır ona, cəsarətin çatmır. Ne üçün ki, sən kol dibindən çıxan adamsan, kol dibindən. Səni efirə dəvət eləyəni qeyrətinə tüpürünmə. Sənə o hansı kanaldır bilmirəm, ümumiyyətlə Azərbaycan kanallarına baxanda, o Azərbaycan kanalına səni dəvət eləyənin onun namusunu tüpürünmə. Siz adamsınız, siz heyvandan əmələ gələnsiniz. Siz adamlıqda payınız yoxdur sizin. Sən çıx ki, bu günləri zindanda olanların ailələrini təhqir elə. Mənim yatanım var içəridə. Ay, Tolik sənin arvadı fahişə. Ay, qızı fahişə. Ay, sənin nəslin fahişə. Mən buradan, mən bayırda olsaydım, and ol Allaha, Tolikin boşu götünün üstündə gedərdi, Beykəmdə. Beykəm yox, hələ gedərdi hələ. Mən buradan Xristov Nemirin özlərini kral adlandıranlara deyirəm. Daha bizə hallandırmıram, istəsəm adlandıran adam. Yəni, Allahdan başqa heç nədən çəkinəcəyim yoxdur. Rufoy deyirəm buradan, buradan namikə deyirəm. Bu günləri tustaqların namusu ilə oynayıb bu adam. Çoxun məsələ ilə ölçü götürün. Zəhmət çökün, çıxın məsələ ilə bağlı. Bu günləri siz, özünüz deyirsiniz də, biz Xristov Nemirin papasıyıq. Zəhmət çökün, Xristov Nemirin papaları bugün Toliklə bağlı məsələni həll eləsinlər. Çıxıb izdir videosunu canım mən qəbul eləmirəm ha. Başqa cür məsələsini həll eləyir. Sağ olun, Allah'a emanet.